Hər vaxtın xeyirli olsun Rəqsanə. Buyur, səni işləyək. Salam, hər vaxtınız xeyir olsun. Bəli, biz hazırda Bakı Beynəlxalq Dəniz Limanındayıq. Paytaxt Bakıdan 70 kilometr aralıda yerləşir bura və Xəzər hövzəsinin ən iri limanı hesab olunur. Eyni zamanda ən qədim limanı hesab olunur. Və təbii ki, bugün burada əlamətdar bir hadisə yaşanıb və Bakı Beynəlxalq Dəniz Limanında rekord göstərici qeydə alınıb. 100 mininci konteyner qarşılandı və yola salındı artıq. Və təbii ki, bu da elə Bakı limanının günü-gündən artan əhəmiyyətin göstəricisi hesab olunur. Daha təfərrüatlı informasiyanı isə elə hazırda qonağım Bakı limanının mətbuat katibi Elmar Həbiblidən alacağıq. Xoş gördük Elmar bəy. Buyurun, təfərrüatları sizdən işləyək. Biz də sizi xoş gördük regionun ən müasir limanında. Onu vurğulayım ki, biraz öncə siz Bakı limanında 2025-ci ildə 100 mininci TEU ekvivalentində konteynerin qəbul edilib yola salınması mərasimini izlədiniz. Bu mərasim həm də onun göstəricisidir ki, Azərbaycan logistikası sürətlə inkişaf edir. Azərbaycan logistikası regionda inkişafına görə, bura olan tələbata görə mühüm logistik dövlətlərdən biridir Azərbaycan. Eyni zamanda siz hazırda orta dəhlizdə bir hub, mərkəz kimi tanınan biz Bakı limanındayıq. Bakı limanının illik yük aşırma statistikalarına baxdıqda biz görə bilərik ki, 2018-ci ildən bu tərəfə Bakı limanının illik statistik göstəriciləri demək olar ki, hər il artım müşahidə edilib. Xüsusilə ən böyük artımlardan biri də məhz bu ildir. Təkcə ötən ilin eyni dövrü ilə müqayisədə bu il ərzində Bakı limanında aşırılan konteynerların həcmi ilin sonuna təxminən 40%-dən çox olacağı proqnozlaşdırılır. Bunun özü çox böyük bir rəqəmdir. Bunun özü onu göstərir ki, Bakı limanı və Azərbaycan logistikası regionda ən mühüm logistik müştərilər üçün, yük sahibləri üçün ən rahat logistik şərait təmin edən bir logistikadır. Bakı limanı bildiyiniz kimi bu ilin fevral ayında Cənab Prezidentin imzaladığı fərmanla Azərbaycan dəmir yollarına birləşdirildi və bu birləşmədən sonra Bakı limanında artıq vahid idarəetmə sistemi əsasında, yüklərin vahid bir mərkəzdən idarə edilməsi sistemi əsasında limanın yük aşırma statistikasında biz daha sürətli artıma nail ola bildik. Bilirsiniz ki, Bakı limanı fəaliyyətə başlayanda 2018-ci ildə limanın illik yük aşırma gücü 15 milyon ton və 100 min TEU ekvivalentində konteynerə bərabər idi. Artıq 2025-ci ilin dekabr ayındayıq və biz bu hədəfə demək olar ki, çatmışıq. Demək olar ki, çatdıq sizin də iştirakınızla və Bakı limanında aparılan əlavə infrastruktur tədbirləri ilə artıq limanın illik yük aşırma gücü 15 milyon ton və 150 min TEU ekvivalentinə çatdırılıb və növbəti illərdə növbəti hədəf Bakı limanında əlavə infrastruktur tədbirləri ilə bu göstəricinin 260 min TEU-yə çatdırılmasıdır ki, bunun üçün də iş aparılır. Təşəkkür edirəm. Ətraflı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün bir də o məqamda qeyd edelim ki, hazırda dünyada gedən geosiyasi proseslər fonunda Azərbaycana olan maraq artır. Məhz elə Bakı limanına görə. Çünki bura vasitəsilə Azərbaycanın logistik önəmi günü-gündən daha sürətli artır və eyni zamanda neftdən əlavə digər bir iqtisadiyyat növüdür ki, gəlirlər gəlir. Məhz tranzit vasitəsilə ölkəyə gələn valyutanın həcmi artır bu baxımdan da və indiki məqamda da elə qeyd olundu ki, 100 min TEU ekvivalentində yük daşınıb və yəni bu rəqəmin daha da irəliyən dövrdə artırılması nəzərdə tutulub ki, bununla bağlı da işlər görüləcək. Hələlik çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürlər Rəqsanə. İndi isə digər bir informasiyanı diqqətinizə çatdıraq.